Salam aleyküm. Axşamınız xeyir olsun. Bu günləri Ruznameniqari Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 4-cü bölümün davam verəcəyik. Birinci hissədə icazənizlə teorik bəhslərdən danışacağıq. Biraz hazırlaşsın zehnimiz. Sonra da geçəcəyik əmələn bir titrin üstündə işləyək ya bir xəbərin üstündə işləyək. Bilmirəm dostlardan kimlər vardı. Mən çox istərdim ki görüm Elçin bəy sizdən sonra dostlardan ki dərsə daimən gəliri bir kəs görmürəm. Çox gözəl. Zahirən ki elə özümüz olacaq. Jurnalizm mütəəssifanə yox xoşbəxtانه dünyanın hər yerində çox stresli, çox məşəqqətli və çox az gəliri olan, dəramədi, gəliri az olan bir işdir. Yəni Amerikada, Kanadada jurnalistlərin %80 gəlirləri çox aşağıdır. O qədər ki, bəzən dövlət bunlara maliyyat verər. Yəni bu bir vaqiyyətdir. Bir iddia bunların içində vardır ki, onlar müxtəlif dəlillərə görə yaxçı mediaların yaxçı pozisyonlarında olurlar, yaxçı postlarında olurlar və yaxçı pul qazanırlar. Jurnalizm pul üçün bir iş deyil əslində. Jurnalizm bir idealistlər üçün işdir. Realistlər üçün iş deyil. Onlar ki realistdirlər, onlar ki istəyirlər sirvət qazanalar, onlar ki istəyirlər yaxçı zindecanlıq eləyələr, yaxçı maşınlar olar, yaxçı dolanalar, yaxçı təfrih eləyələr, dünyanı keyflə sürələr, jurnalistlər onlar üçün deyil. İttifaqən Azərbaycanın, Güney Azərbaycanın içəridəki qazetəçiləri də bu dərdə mübtəladırlar. Yəni heç birisi idealist deyil, hamısı realistdirlər. Yəni hamısı iş axtarırlar, işləyərlər, pul qazanırlar. %99'unun idealistlik fikri yoxdur. Yəni idealist deyirlər. Əslən Azərbaycan üçün, millət üçün, vətən üçün, iqtisad üçün, camiə üçün, xanımlar üçün, uşaqlar üçün, camiənin inkişafı üçün, ağlın inkişafı üçün, ehsasının inkişafı üçün, insaniyyətin inkişafı üçün, qanunların inkişafı üçün əslən fikirləri yoxdur. Yəni bir iddə camid insanlardılar, amma realist deyir ki, mənim pula ehtiyacım var, mənim işə ehtiyacım var, getməliyəm, burada 5 saat, 10 saat işləməliyəm gündə, ayda da bir belə mənim gəlirim olmalıdır, qız dostum olmalıdır, evlənməliyəm və evim olmalıdır, falan panca qız verməliyəm, yox, mən istəyirəm idari bir post alam, bir idarədə işləyəm, bunun üçün gedirəm Ruznamədə 5-10 ay, 1 il, 2 il işlərəm, gedərəm rəvabit ümumlərlə, müdürlərlə, ustadlarla, fərmandarla, bəxşdarla, şurayı şərhlə tanış olam, onlarda biləxərə biri məni istihdam elər. Biri dəstəki deyir, yox elə, mən gedirəm orada agəhi alacağam, mənə pul lazımdır, gedirəm agəhi alam, işləyəm. Mütəəssifanə üçün bu realist insanlar, onlar ki, vaqiiyyət gəradılar. Camiənin, bəşəriyyətin, qanunun, insanlar haqlarının heç birisinə fikir vermirlər. Təhcə fikir ki verirlər özlərin mənafi maddiləridir. Bunlar camiyə heç xidmət eləyə bilmirlər. Mütəəssifanə jurnalistlər, xüsusən Güney Azərbaycanın mətbuatında işləyənlər belədirlər. Mətbuata gələn insanlar normalda realist olmamalıdırlar, idealist olmalıdırlar. İdealist nə deməkdir? Yəni bunların zehnində bir Ariman şəhər var. Bir dana behiş qururlar burada,
bir behiş düşünürlər, istəyirlər bu camiədə camiəni bir addım, 2 addım, 10 addım, 100 addım o behiştə tərəf apararlar. Bunlar hər fürsətdən istifadə edirlər. Bir dənə sansür olan mətbuatda ya camiədə gedirlər, işləyirlər. Deyirlər ki, bir məqalə yazacağım 1000 kəlmə, 1000 kəlmənin içində 20 kəlməsin millətin dərdini desəm, aparsam qabağa mənə görər. Bunlar idealistlər. Bunlar yəni mövcud vəziyyətin imkanlarından çalışırlar, ən yuxarı səviyyədə istifadə edirlər. Mütəəssifانə Güney Azərbaycanın içəridəki mətbuatında, mediasında işləyənlər belə bir fikirləri yoxdur. Yəni onlar hər fürsətdən istəyək Azərbaycanın Azərbaycançılığı, hüququ, insaniyyəti, iqtisadı, qanunları, mənafe millisi, mənafe xalqı, mənafe sənəti, mənafe karicəri, mənafe müəllimi, mənafe karməndi təmin olsun. Belə bir düşüncələri yoxdur. Çünki onların əslən Ağrıman şəhərləri yoxdur. Onların zehnində Azərbaycan üçün bir gələcək yoxdur. Bir behişt yoxdur. Mən Ağrıman şəhəri behiştə ya cənnətə bənzədirəm. Dinlər insanlara deyirlər ki, öləndən sonra sizi biz aparacaq filan yerə. Amma bir jurnalisti ki, idealistidir, onun behişti bu dünyadadır. Deyir ki, mən dediyim behişt budur, mən camiəm indi buradadır, istəyirəm bu camiəni bu nöqtədən aparam bu nöqtəyə, bunun üçün tamami imkanlardan istifadə edəcəyəm. Məsələn, bir Azərbaycanlı jurnalist ki, idealistdir, deyir ki, Azərbaycan sıfırdadır. Mən istəyirəm bunu sıfırdan qədəm aparam üstə. Haracan ki mümkündür, amma mövcud imkanlara baxaraq istəyirəm bunları buradan aparam üstə. İndi ya bir qədəm, ya 5 qədəm, ya 10 qədəm, ya bir qərn. Qalıb o jurnalistin idealına. Məsələn, mən o zaman ki Tehrandan Təbrizə getdim, gəldik Təbrizdə, dedim ki, bundan bu yüzden biz uşaqların hüququ haqqında məqalələr yazaq. Camiədə uşaqlar böyüklərin qanunları ilə mühakimə olmamaları, zindana düşməməlidirlər. Burada nə olur? Siz istəyirsiniz ki, uşaqları bir sifridən də aşağıdan, yəni bir dənə uşağı ki, bu günləri əlin xəbərlərdən biri budur da, bir dənə oğlan ki 16 yaşında qətlə mürtəkib olmuşdu, hər nədən dolayı. Onu bu günləri edam elədilər. Niyə ki, indi 18 yaşı olubdur. Zindanda saxlayıblar 18 yaşı olubdur. Ya məsələn, İran mollaları gəliblər deyiblər ki, biz qəməri ilinə hesablırıq. Bilirsiniz, qəməri il şəmsi ildən, yəni gün üstünə bir ay ili var, bir də gün ili var. Gün ili 10 gün ay ilindən yekədir. Yəni qəməri il 10 gün kiçikdir. Hər 3 ildə bir ay fərq edir. Yəni görürsünüz, baxın ona görə də məsələn Aşura bir il düşür bayrama, bir il bayramdan 10 gün sonra, o birisi il 20 gün sonra, hey beləsi gedir arxaya. Niyə? Əslində qəməri ilin, məsələn qəməri illə adamlar gəlirlər, deyirlər ki, Aşura Məhərrəmin 10-u İmam Hüseyn ölübdür. Əslində İmam Hüseyn məsələn mümkündür ki, ondan 6 ay qabaq ölübdür. Ölüm günü 6 ay qabaqdır. Qəməri illə belə hesablılar. Deyirlər, yaxşı adamın 18 yaşı var. 18 il zərbələri 10 gün, 180 gün. Ya biraz çox elə. Yol. Beləliklə, fikrim həyli olur da, bəli. Yol. O cürlüklər istəyirlər bir nəfəri edam eləyər. İndi bir dənə xəbərnigar Zalibdir ki, bu biraz qalanda getmir.
İndi bir dənə xəbər özünə ideal qoyur ki, behiş qoyur ki, uşaqları qoymayacaq edam olsun. Çünki uşaq bilmir, ehsasatı vardır, qanunları bilmir, dərs oxumur, savad məlumat sahibi deyil, ittilaat sahibi deyil, cürmləri bilmir, cəzaları bilmir. Bunun üçün məsuliyyəti yoxdur. Amma bir dənə adam, məsələn, bir dənə molla ki, dadgahda oturub, ya bir dənə hakim ki, dadgahda oturub qazilıq edir orada, qəzavət edir. Bu adam əslən bunu düşünmür, idealı yoxdur. Bu adam yaxçıda pul alır, ayda 5-10 milyonda pul alır. Amma bu adamın əslən düşüncəsi yoxdur. Bu adamın düşüncəsi budur ki, bu uşaq əgər bir adam öldürübdür, indi ya bunu bilirdi, ya bilmirdi, nə bilir qanun nədir, nə bilir mücazat nədir, nə bilir öldürmək nədir. Bunu mən elə böyüklərin qanunu ilə ki, biri 30 yaşı var, 40 yaşı var, biri adam öldürübdür, mən onun üstündə də bunları öldürəcəm. Mühakimə eləyəcəm və edama məhkum eləyəcəm. Niyə adam öldürübdür? İndi bir dənə xəbərnigar gəlirdi ki, mən istəyirəm bu qanunu dəyişdirəm, uşaqlara 18 il, 20 il haqq verəm, uşaq olalar, haqq verəm, heç zadı bilmədikləri üçün bunlar təlim görələr, örgəşələr, bilələr cürm nədir, cinayət nədir, nə cür olar, cinayətə mürtəkib olar adam, sonra bunu nə cür şey elərlər, mühakimə elərlər, bunları girək bilə. Biləndən sonra adam ki bilmir, məsələn, mən indi burada durmuşam, fikir eləyin, bilmirəm ki, bir nəfər girib mənim kompüterimə məni hək edir. İttilaatımı götürür. Nədir bunu, mən bunları ki bilmirəm, bunların qabağında da heç iş görə bilmərəm. Amma əgər mən məlumatım olsa, savadım olsa, imkanım olsa, bunları bilsəm, qabağında da bir iş görə bilirəm. Uşaqlar 18 yaşınacan ya 20 yaşınacan bunların məlumatı hələ təşkil olmur. Yəni bəzən biz danışqaha gedirik, danışqahdan çıxırıq, döktür olmuşuq, mühəndis olmuşuq, amma qanunu bilmirik. Mekanik olmuşuq, amma qanunu bilmirik. Ustad danışqah olmuşuq, amma qanunu bilmirik. Nə maşın sürmək qanununu bilirik, nə xiyabanlardan keçmək qanununu bilirik, nə məsələn insanların haqqını bilirik, nə öz haqqımızı bilirik. Yəni gedirik bir idarədə bir işimiz gəlib, bilmirik bizim haqqımız nədir, onun haqqı nədir. Banca gedirik, bilmirik o bizlə nə cür qanuni işləyə bilər, biz onunla nə cür qanuni işləyə bilərik. Onun üçün hamı əl elir cibinə, şeyə, pula, zirmizi, rüşvət. Çünki qanun bilmirik və qanunu icra eləyəmirik. Onun üçün uşaq, bir dənə uşağın, bir jurnalist ki idealistidir, necə də qeydim mövzumuza, bir jurnalist ki idealistidir, o camiəsinin gələyi üçün bir arman qoyur. Deyir ki, mən camiəni bu nöqtədəki əlan vardır, məsələn 0 nöqtədir ya hər nə mənədir, buradan aparacağım bu nöqtəyə. Bura aparmaq üçün bu işləri görəcəyim. Daimən bu yolda çalışır, hərəkət edir, yazır, danışır. Bu jurnalist vətənə xidmət edir. Bu jurnalist hətta iştibah eləsə, bunun iştibahı bağışlanar. Çünki bu istəyir ki, camiəni qabağa aparsın. İndi bu camiəni qabağa aparmaqda jurnalist gərək kəlmələrin mənasını düşünür. Diqqət buyurun, bugünkü dərsimiz kəlmələrin anlamında olacaq. Amma mənə bir dəqiqə icazə buyurun, mən görüm bunu nə cür silə bilirəm. Bu silməsək bunu yaza bilməyəcəm. Bunu mən bir cürrüqlə bəli, bəşləyin, indi əlan bunlarını cürrərəm mən. İndi biz gəlirik kəlmələrin üstünə. Xəbərnigar ya o adam ki idealistidir, hangi şəraitdə bir iştibah elər və bu iştibah qabili iğmazdır. Yox. Bunu yəni görməmək tutar. Adam bunu bağışlar. İğmamaz demək türkcə bağışlamaq olar. Yox. Biz bunu bağışlamaq üçün gərək bəzi şeyləri bilək. Xəbərnigar bunları bilsin. Əgər bunları bilməsə təbii ki şey olacaqdır. İştibah çox eləyəcəkdir və bu iştibah eləsə, təkrar olsa bu şey yəni bağışlamamalıdır.
xəbərnigarın həqqi yoxdur çox iştibah eləsin. Yəni bu fantezisi yoxdur. Çünki xəbərnigar insanların deyil, çox insanlarla yazır, danışır. Onun üçün də bir yol bunun sözü çox insanlara müntəqil olur. Çox insanlara müntəqil olduğu üçün iştibahı 2 dəfə eləsə o xəbərnigar bağışlamamalıdır. Məsələn, ruznamələr İranda və televizyonlar İranda indi 100 ildir Azərbaycanlılara bəzi sözlər işlədirlər. Nəcadpərəstlik. Bu nəcadpərəstlik sözlər Azərbaycanlılara, lorlara, rəşdilərə, ərəblərə tohindir, təhqirdir. Lazım deyil ki, mən tək kəlmələri biləm. Kafidir ki, biləm, məsələn, kəlmənin anlamları nədir? Mən indi bu kəlmənin anlamı üçün danışırım. İndi dostlar, Dökür Mehdi Mohseniyanıradın o ruznamenigari və irtibatat communication elmində bir böyük təhqiqi vardı. Hər bir kəlmənin ki, ağzımızdan çıxır, onun neçə mənası var? Diqqət buyurun, bir daha cümlə yazıram, o cümlədə kəlmələri danışaq. Məsələn, Ruzname-i İran yazır ki, در سرزمین مثلا تاریخی آذربایجان ترک ها مهاجر هستند. Bu bir dənə cümlədir da. Azərbaycanın tarixi torpaqlarında türklər mühacirdirlər. İndi der hərfidir. Bu der bunu çıxın kənara. Bunların o birisi kəlmələrin içində məna taparlar. Öz canına mənaları olmaz. Onlar ki, hərfidirlər, onların çıxaq kənara. Sərzəmin deyəndə, indi diqqət buyurun, sərzəmin kəlməsi. Mən istərdim dostlar bunu əmələn yazalar və mənə deyələr ki, bunu hangisini görürlər. Mən bir dana fəqət bu və Azərbaycanın ya Türklə sərzəmini misal vuracağım. Ya Azərbaycanı vursaydım daha yaxşı olardı bəs. Qoyun Azərbaycanla 2 dana misal yəni vurun burada. Fəqət o şey olmaq üçün. Azərbaycanla Türk kəlməsinin və əgər yetişsək mühacir kəlməsinin bu 3 dananı vursaq, görərsiniz ki, tohinləri biz nə cür çıxadacağıq kəlmədə. Azərbaycan sözü. Mən bunu Azərbaycanın R-Z ilə yazıram, onlar dal Z ilə yazırlar. Onun üçün mən orada o cür yazdım. Çünki biz İranın rəsmi dedikləri ilə gəlmiyor. Hər bir kəlməyə 5 dana mehvər çəkirlər. 5 dana mehvər. Burası mənfi, burası müsbət. Müsbət, mənfi. Mənfi, müsbət, mənfi, müsbət. Bir dana da əgər yaza bilsəm, dostlar, əgər görsəz, lütfən mənə xəbər verin, görməsəz, görsəniz. İndi deyir ki, Azərbaycan sözü ağzımızdan çıxır, qələm ilə yazırıq. Bu söz insanlara neçə dana hissi müntəqil eləyəcək. Bu hissilərin müntəqil olması ilə, getməsi ilə biz çalışacağıq ki, bu Azərbaycan kəlməsinin düşüncəsini o adamın ki, oxuyur ya eşidir, onun zehnində yaradaq. Bəs xəbərnigarın işi nədir? Xəbərnigarın işi budur ki, özünün zehnində düşündüyü sözü. Çünki biz sözlə düşünürük. Bu da bir ayrı bəhs eləyəcəyik. Biz sözlə düşünürük. Biz fikirlə düşünmürük. Fikrimiz bizim sözlərdən ibarətdir. Bizim fikrimiz sözlərdən,
bu kəlmələri bir-birinin dibinə düzməkdən ibarətdir. Əgər bu kəlmələr olmasalar biz düşünəmirik. Yəni kəlməsiz zehnimizdə düşüncə yoxdur. Hətta eşq, Allah hamısı əlifba yazılı kimidir. Yəni kəlmə üzündədir. Biz kəlməsiz düşüncəmiz yoxdur. Yəni eləyə bilmərik qaranlıqda fikirləşək. O şey ki, qaranlığa işıq salır kəlmələrdir. Bu kəlmənin əhəmiyyəti. İndi o ne deyirsən də, o xəbərnigar, o dastan yazan, o şeir yazan hər kəs ki bunu yazır, istir Azərbaycana görə olan düşüncəsin bir kəlmələr ilə qoysun ki, onu oxuyan insanlar o kəlməni görəndə bu yazdığı ya dediği kəlmənin düşüncəsinə yaxın gəlsinlər. %100 olmaz, amma ona yaxın gəlsinlər. İndi bunu 5 dənə məhvərdə qoyuruq, anlamların onun üzü ilə tamamı kəlmələri ölçəcəyik. İndi qoyuruq 1. Azərbaycan sözü istidir. İstidir yoxsa soyuqdur? Azərbaycan sözü gərm است ya sərd است? İstidir ya soyuqdur? Hot or cold? Azərbaycan sözü yumuru. Yumurudur, dairədir. Dairə deyəndə yəni yuvarlaqdır, yoxsa quşədardır? Quşəlidir. Yəni maşının təyəri kimidir, yoxsa tas kimidir? Yoxsa qablama kimidir? Yoxsa bir yaxcəl kimidir? Yəni modeli. Azərbaycan yumurudur, yoxsa bu cürdür? Azərbaycan sözü işıqdır, yoxsa Azərbaycan sözü qaranlıqdır? Azərbaycan sözünü eşidəndə işıqlıq gəlir zehnə, yoxsa Azərbaycan sözü sizin zehninizdə qaranlıq yaradır? Azərbaycan sözü eşidəndə sizdə eşq və məhəbbət gəlir zehninizə, yoxsa kin və kudurət gəlir zehninizə? Azərbaycan sözünü eşidəndə biri də var. İstediği bu isti deyəndə bilirsiniz, hər növ od, gərmayış, istilıq, od ola, filan ola, soyuq da deyəndə hər növ mənfi bir şeyləri ki, indi qışdır, soyuqdur, qardır, nə bilim, bu cür bir şeylər ondan gələ bilir. Hər kəlməyə onu nisbət veririk. Bir dana da var, əgər zehnimə gəlsə, onu da bu məhvərə qoysam. İşıq, eşq, yumru, isti. Bunu da var, o məhvər hələ yadımda deyir, yadıma düşmədi. Yazmamışam da sizin üçün deməyə, onun üçün məni bağışlayın. Yəni, bu mənim qüsurumdur. İndi, yadıma ya bu cələsə düşər, ya hangi cələsə düşsə, bu 5-ci məhvəri də deyərəm, bilərsiniz ki, bu 5 məhvəri qoyanda. İndi, Azərbaycan sözü gələndə, biz istirik cümlə düzəldik. Biz istirik Azərbaycan deyəndə soyuq iradə edirik, mənfi iradə edirik ya müsbət isti. Biz Azərbaycan sözü deyəndə iradəmiz yumurudur, rəvan hərəkət eləyən bir şeydir, rahatca gedər qabağa, yoxsa güşədardır və bunu itələmək, aparmaq qabağa çox zordur. Biz Azərbaycan deyəndə bu Azərbaycan sözü işıqdır, nurdur, aydınlıqdır, yoxsa qaranlıqdır, kötülükdür, pislikdir, filandır.
Biz Azərbaycan deyəndə eşqdir, məhəbbətdir, insaniyyətdir zehnə gələn, yoxsa kindir, kudurətdir, nifrətdir, düşmənçilikdir. Biz o birisi də qalar deyərəm. İndi, əgər bir dənə ruznameniqar Azərbaycanı gəlir bir kəlmələrlə qurur ki, o cümlədə siz görürsünüz ki, Azərbaycan soyuqdur, cuşəlidir, qaranlıqdır, kin-kudurətdir, nifrətdir. Onda siz buradan Azərbaycan sözündə Azərbaycanlara tohin edirsiniz. Azərbaycana tohin edirsiniz. Hə, birdən adam bilmir ki, bəzi kəlmələri yazır, heç onu bilmir mənası. Bilmirsən, gedib axtaracaqsan. Cümlənə girişdən ədəbli yazasan, dostluyana yazasan, qardaşlıq yazasan, gərək çalışasan, isti mənalar qoyasınız. İndi baxın dostlar, bu məfhumlar nəqqaşidən alıblar. Bu məfhumlar əslində qara məfhumlar, mənfi məfhumlar və isti məfhumlar, soyuq məfhumlar, isti məfhumlar, qara məfhumlar, işıq məfhumlar, kin-kudurət məfhumları, eşq və insaniyyət məfhumları, ravan hərəkət, çox çətin, zor olan bir məfhumlar, çox qolay, rahat olan məfhumlar, bunlar nəqqaşidən alıblar. Nəqqaşidə, əziz dostlar, rənglər iki cürədir. Rənglər iki cürədir. Ya isti rəhlərdir, ya soyuq rəhlərdir. Rəhləri ki, onda qırmızı var, qırmızının tərkibindən düzələr və hətta qərə var onlarda, adca qərə ola. Onlar istilikdirlər. Onlar ki, onun içində abı ola və qərə ola adca qərə ola. Yəni, bəşliyim mən bunu. O məfhumda, o nəqqaşilər ki, orada abı ola, abı qəranlığa tərəf gedə, onlar soyuqdular. Buradan gəlir ki, rəhlər iki yerə bölünür, bir isti rəhlər, bir soyuq rəhlər, yazılar da iki yerə bölünür, bir isti, məhəbbətli, insanlı, işıq, bir də soyuq, cuşəli, qaranlıq, kin-kudurətli. İndi, o Azərbaycan sözündə, əgər bir nəfər Azərbaycanın yazanda elə yaza ki, ondan bunlar çıxa, bu adam tohin edir. İndi türk məsələsi. Türkü qoyuruq elə bu genə bura. Türk kələməsi ya sözü bir cümləmizdə istirik quraq. Bu cümlədə, baxın, hər kələmə cümlədə anlam tapar. Hər kələmənin özünün anlamı var. Bu anlamlar o kəlmədə var. Amma bu anlamlar bu cümlədə çox özün görsədə. İndi burada deyəcəm ki, görəcəksiniz cümlədə nə cür olur. Türk sözü, məsələn, sizin üçün dostlardan biri bir şey yazdı, mən onu oxuyayım. Devam verək. Yazıb ki, salam aleyküm, fərqi Azəri və Üzbəki nə mənə? Tamam. İndi onu danışarıq. Onlar iki kəlmədirlər, Azəri və Üzbək. Bunlar iki dənə ayrı kəlmədirlər. Bir-birləri ilə fərqləri yerindən görəcəniz. Kəlmə olaraq danışırıq. Millət olaraq ya düşüncə olaraq danışmır. İdeolojik yəni baxmırıq indi burada. Burada bir elmi məsələ ortaya qoyuruq ki, onlar eləyə bilək, tamami yazılarımızı düşünək. Türk məsələsi gələndə, türkü ruznamələrdə əgər isti yazırsan, ehtiram qoyursan. Əgər soyuq yazırsan, tohin edirsən. Əgər türkü yumru və hərəkət halında, ehtimal verirəm ki, elə axirincisi hərəkət olacaqdır. Bəli, hərəkət və sükun. Hərəkət və sükun.
Yəni ya hərəkət ya duraq. Duraq da buna demək olar. Duraq. İndi hərəkət və duraq. Əgər türk sözündən yazanda iradən yumru olsa, onda sən türk sözünə məhəbbətli baxırsan, hörmətlə baxırsan. Amma əgər türk sözün yazanda elə yazasan ki, mənzurun bundan cuşəli. Sənin düşüncəndə cuşəlidir ha bu. Sənin düşüncəndə türk sözü doğru bir söz deyil. Cuşəli bir yeri bunun səncə çox qabil qəbul məna deyir türk sözü. Şəkkin var türklükdə. O olur cuşə. Amma o zaman sən türkə inanırsan, okey bu millət özünə türk deyir, türk qəbul edir, mən də bunu qəbul edirəm. O adamlar ki Azəri sözün çox işlədirlər. Türk sözündə işlədirlər, diqqət buyurun. Onlar yumru sözü, bu quşəlidədirlər. Çünki onlar hələ təsmin tutamırlar ki, Azəri desinlər ya bunu türk desin. Bunların nəzərində türk sözü quşəlidir, hərəkət eləmir, yumru deyil, yuvarlaq deyil, ravan hərəkət eləmir. Bunların zehni onu ravan qəbul eləmir. Onu gətirirlər. Onun üçün bunlar Azəri türk, Azəri türk. Azərbaycan nümayəndələri və ruzanminqarları ki, Azəri sözündən istifadə edirlər. Bunların hamısı mənfi baxırlar türkə. Türk sözü bunlarda soyuqdur, cuşəlidir, qaranlıqdır, kin-küdurət əlamətidir və sükun və duraq. Yəni qoymaz hərəkət eləsin camiə, sükuna gətirər. Onlar ki, Azəri sözü ilə müxalifdirlər. Azəri sözünü qəbul eləmirlər. Bunların zehnində və işlətmirlər. Hətta onun qabağında cibhə tuturlar. Biri deyəndə Azəri, bir Azəri dədəndir. Tohin hesab edir. Baxın, bunun zehnində türk sözü istidir, yumrudur. Ha, isti deyəndə nə o? Baxın, isti, əslən dünyada, mən bunu bu günləri fikirləşirdim özüm. Dünyada həyat iki şeydən vücuda gələr. Qur'anda bir şeydən deyəcəlir. Bir kulli şeyin həy minəl ma. Hər şey sudan həyat tapıbdır. Amma heç zat sudan həyat tapmaz. İlla bu ki, isti ola. Yəni, yer kürəsinin və ətrafda olan şeylərin, kürələrin isti mənbəyi gündür. Gün hər nə qədər istisi çox, belə işığı çoxdur. O yerləri ki, evlərinizdə, diqqət buyurun, o yerləri ki, evlərinizdə onlara gün gəlməz, müstəqim, nur, işıq gəlməz, ora qaranlıqdır, ora soyuqdur. Məsələn, zirzəmilər. Qədim zirzəmilər ki, qapısını bağlardılar, pəncərəsi zadı yox idi, yaxçal əvəzinə istifadə edərdilər. Onun üçün içinə işıq getməz, isti də getməz. İsti ilə gün üst-üstə birdirlər. Hətta bu lampaları ki, yandırırıq evlərimizdə, evimizi işıq eləyək, onları çalışırlar ki, istisin azaldalar, işığın çoxaldalar. Çalışırlar. Getdirsən bu LED-lər falanlar gəlir. Amma işıqla istinin rabitəsi vardır. Bəlkə bir zaman görək ki, bu fikir dəyişiləcəkdir. İşıq eləyə bilər, işıq olsun, amma isti olmasın. Bu bir hələlik ki, buna tərəf gedirlər, hələ feylən buna yetişməyiblər, amma bəlkə bir gün fizik yetişər. Amma mütləq sıfır eləyə bilməzlər. Hər nə qədər işıq çox olsa, belə də istisi çox olmalıdır. İndi bəlkə mümkündür 100 voltun 1 girəm istisi ola, 200 voltun 1 girəm yarım eləyələr, məsələn. Ya 50 ildən sonra gətirirlər, məsələn, 100 voltun üçün eləyələr minimum, milyon, yəni 1 milyonda 1 məsələn. Bəli, istini qət eləmək nura bağlıdır, yəni nur gərək olmuyor, qaranlıqda fəqət isti yoxdur. Onun üçün qışda hər nə qədər məmləkətdə işıq azdır yaya görə, belə soyuqdur hava, belə qar çoxdur. Tamam, burada mı çıxaq eşiyə? Türk kəlməsi istidir, yumrudur türkçülərə, işıqdır, eşqidir və hərəkətdir. Yəni, Türk kəlməsində sükun yoxdur. Amma bunu ayrı cür düşünənlər, Azərilər, Farslar, onlar ki, siz Türk dəyirsiniz, Azərisiz, onlarda Türk kəlməsi mənfidir hamısı.
zoç deyirlər, tohin elirlər, təhqir elirlər, imkan vermirlər, bu dilin dərs oxumasını yaratmırlar. Çünki buna mənfi baxırlar. Mənfi niyə baxırlar? Diqqət buyurun. Çünki bu bunun ziddinədir. O Fars dilin, ya Farsı, bunun qabağında namusavi qoyaq, Fars yazsaq, bu deyir ki, əgər qəralı ola, türk dili müsbət ola, yəni isti ola, yumur ola, işıq ola, eşq ola, hərəkət ola, onda Fars dili də gərək bunlar ola. Bunlar olsalar, bunlar olar musavi. Musavi olsalar, ikisinin də haqqı vardı, dərs oxunsun. İndi mən istəmirəm Fars dili, türk dili dərs oxunsun. Onda nə olur? Hər nə mənə ki mənfi var, gərək verək türk dilinə. Hər nə mənə ki müsbət var, verək Fars dilinə. Onda nə olur? Təbii nəcadə olur. Bu bundan musavi deyil. Musavi olmadığı üçün o ki mən qəbul edirəm, yaxşı bilirəm, o müsbət deyəni o gərək dərs deyilsin. İndi burada ki türk-fars savası bu anlamda çıxır. Burada nəcadpərəstlik çıxır. Çünki burada insanlar iki kəlməni, iki milləti qoyurlar bir-birinin qabağına. Musavilik, bərabərlik, hüquqi bərabərliyi aradan götürürlər. İki kələmə, iki millət biri-birindən aşağı olur. Ya üstə hangisi baxırsa da. İndi ki verəm İranda türklər aşağıdadılar, farslar yuxarıdadılar. Bu ədəm təvazunu camiədə yaradandan sonra müntəqil edirlər fikirdə nəyə? Kəlmələrə, ədəbiyyata, ədəbiyyat cümlədə beləsi gəlir. Yəni, ideolojiyə çevirirlər, ideoloji gelir ədəbiyyatda, yaxçılar olur fars, pislər olur türk, bu gəlir ədəbiyyatda özün tohinami şəkildə göstərir və insanlar özləri mühit bilirlər, həqli bilirlər, belə yazsınlar, tohin eləsinlər, təhqir eləsinlər. Niyə? Çünki bu adamların inancında ideolojik olur. Türk sözü mənfi. Fars sözü həmişə türklə müxalif, türkdən üstün və həmişə üstündür. Necə ki, ərəb sözü də bu cürsüdür. İndi türk kəlməsini burada götürsək, yerinə ərəb qoysaq, yenə də namusavidir. Tamami müsbətləri Farsiyə verirlər, tamami mənfiləri ərəbə verirlər. Bunun üçün vəsətdə bir nəcadpərəstlik çıxır, ideoloji yaranır. Baxın, kəlmə yaradır bunu zehninizdə ha. Zehninizdə yavaş-yavaş zaman içində ideolojist yaxtılar Fars üstünə, pisliklar ərəb, türk, bəlut, türkəmən, qəşqai, kürd üstünə gəlir. Burada olanda nəcadpərəstlik sizin zehninizdə zehniyyətləşir. Zehnimizdə, dostlar baxın, hər kələmə, neqar kəlməsi yadınıza gəlir da, neqar, neqaşdən, yadınıza gəlir bu neqar sözü. Dedik ki, daşda qazmağa deyər. Biz hər kəlməni ki, zehnimizdə yaradırıq bunlarla, ya bunlarla, onu qazırıq zehnimizdə. O bizim zehnimizdə həkk yalandan sonra da getmir. Biz nəcazpərəst qalırıq. Həmişə fars sözü bunlarla işlənməlidir. Həmişə ərəb sözü bunlarla işlənməlidir. Həmişə fars sözü bunlarla işlənməlidir. Türk sözü bunlarla işlənməlidir. İndi Rəis Cümhur İran ki, özün 80 milyon insanın Rəis Cümhuru bilir Həsən Ruhani, Xəzər dənizinin ətrafındakı məmləkətlərin iclasında danışanda deyir ki, Törktazi. Diqqət buyurun, Törktazi mənfidir. Hamısı verir türklüğa, türklüğa mənfi olur. Soyuq, cüşəli, qaranlıq, kin kudurətli, sakin və duraqlı. Buradandır ki, insanlar İstəməyən insanlar, yəni onlar ki, özlərini nəcadpərəst bilmirlər, onlar ki, hüquq bəşər çalışırlar, onlar ki, hüquq oxuyublar, bilməyə nəcadpərəst olurlar, farsçı olurlar, pan-İranist olurlar. İndi mən 45 dəqiqə fikirdən başlamışam, teori dərsimizi yarı da eləmədik. Türkçə oldu, okey.
İndi mən icazənizlə gedim muhaciri də deyim. Nəhayətdə əməli dərsimizə bəlkə biraz az buyurun vaxt qoyarıq. Amma tez bunu qutarıq. Muhacir sözü. Muhacir ya muhacirət. Mən bunu da muhacir yazım ki şey olsun. Rahat olsun. Muhacir sözü əvvəl hərəkətlidir. Yəni bu məfhumda yerimaq hərəkəti var. Coğrafiyayı və fikir, ehsas, duyğu hər cəhətdə bu muhacir kəlməsində, muhacir sözünün içində hərəkət mövcuddur. Yəni bu kəlmə hərəkət ilə yaranır. Ərəbcədir, hərəkət anlamındadır. Muhacir əlbəttə o adama işarə edir ki, hərəkətdədir, hicrət edir, yol gedir. Bu hərəkət bu cümlədə soyuqdur. Muhacir kəlmənin özü istidir, özü. Yumrudur, işıqdır, eşqlidir və hərəkətlidir. Hətta eşqilə bəlkə bir zərrə can şeyi ola. Buna bir zərrə mənfi baxmaq ola. Çünki bir nöqtədən bir ayrı nöqtəyə köçür. Bir nöqtədə ya icbarla köçür ki onda mənfi olur. Ya eşq ilə bir ayrı nöqtəyə köçür. Vardır ki onun aşıqı eşq üçün ona yetişmək üçün köçür. Bunda da eşq kəlməsi var. Amma muhacirin özü müsbətdir. Vəli bu tərəfə gəlsəz, bu cümlədə diqqət eləsəz və İran ədəbiyyatında diqqət eləsəz, İran ədəbiyyatında, Fars ədəbiyyatında. Fars ədəbiyyatında işğalgər anlamındadır. Bizim torpaqlarımıza gəlib getsin anlamındadır. Onun üçün İranda muhacirə pənahəndə ya muhacirlə pənahəndəni indi bir yerdə işlədək. Əlbəttə fərqləri var, mənasında fərqləri var. Muhacir sözü Əfqanlılara deyilir. Vəli Əfqanlıları bir insan kimi qəbul eləmir İran. Fars. Onlara tohin edir. Hətta bu tohinin əsasında o qədər bu tohinləşibdir ki, bizim dostlarımızın bəzisi milli hərəkətdə çalışanlar zahirən İstirlər Farsların tohinlərinin qabağında cibhə tutarlar deyərlər ki, şeydir, gəlirlər, istirlər desəz Əfqanlısınız. Farslar Əfqanlıdırlar. Yəni, Əfqanlını əvvəl mənfi, Əfqanlı sözü mənfi olur, soyuq, cuşəli, qaranlıq, kin-kudurətli, susqun və duraq. Nəzərdə alırlar, sonra deyirlər ki, Əfqanlar belədilər. Sonra istəyirlər Farsların cavabını versinlər, deyirlər ki, Farslar da Əfqanlıdır. Yəni, muhacirdirlər, həm soyuqdular, həm cuşəlidirlər, həm qaranlıqdılar Farslar, həm də kin-kudurətlidirlər Farslar, həm də sükunlu, duraqlı və hərəkətsizdirlər. Diqqət buyurursunuz. Bunların hamısının içində tohin var. Ki, bu kəlməni İran kəlməsindən götürün kənara. Gətirin qoyun ərəb kəlməsi. Ərəblərin cümləsi. Muhacirdir. Əslən muhacirlər yaradıcı insanlardır. Təməddün muhacirətdən yaranar. Amerikanın təməddünü bir ali ülcüdür. Kanadanın təməddünü bir ali ülcüdür ki, deyək bəli, muhacirət təməddün yaradar. Amma İranda muhacirət təməddünü aradan aparar anlamındadır. Siz əgər bu kəlməni indi tarixdə aparın tamam imperatorluqlara. Hər imperatorluq içi muhacirət eləyibdir, muhacirət elədiyi yerdə təməddün yaradır. Məsələn, Yunanlılar muhacirət ediblər İskəndər Məqduni ilə gəliblər hər yerə Hindistana can. Bu məsirdə
bir neçə yüz il təməddün yaradıblar ki, bu günləri İranlılar onları öz adlarına çıxırlar. Sulukiyyə adlı imperatorluq dövrəsi yüzillikləri İranın yoxdur. Ama İranlılar tıxırlar özlərinə. Niyə? Deyirlər, bu gün bizim torpağımız da elə o zaman da torpağımızmış. Bəs elə bu təməddün də bizimdir. Hər kəs gəlib buraya yaradıb, bizim torpaqda yaradıbdır, bizim təsirimizdə yaradıbdır. Sənin necə təsirində yaradıbdır, sənin özün niyə yaradanmamısan və indi də yaradanmırsan? Moğullar, İslam dövründə nə Qur'anda İranın adı var, nə Həzrəti Məhəmmədin namə ki yazıbdır imperatorlara, birində yazıbdır Sasani şahına, orada İrandan söz var. Buna görə ki o zaman əslən İran adı yoxdur. Hətta görürsünüz o nədir bu Firdevsi. Şahannamədə, Qastannamə, Təbrizdə Firdevsi namiyə Qastannamə deyirlər də bilirsiniz. Firdevsi namədə ya Qastannamədə İranın yeri bəlli deyil tarixdə hardadır. Yəni o adam bir kitab yazıbdır. Amma onun da zehnində, yəni Firdevsinin ya Firdevsinin də zehnində İran haradır. Bir zaman görürsünüz ki İran Cilan Mazəndarandır. Bir zaman görürsünüz Cilan gedibdir Hindistanda bir yerdir. Bir yerde görürsünüz ki Afganistan'da bir yerdir. Bir yerde görürsünüz ki burada Zabul'dur. Sistan'da bir yerdir. Bir yerde görürsünüz burada Kəvirdə, mərkəzdə bir yerdir. Bir yerde görürsünüz burada Ərəblərin topraklarındadır. Bir yerde de görürsünüz ki Azərbaycanın məsələn. Əlbəttə Azərbaycan yoxdur. Çünki onda bir Turan məsələsi var. Pəs muhacir kəlməsi bu məfhumdadır, amma İranda bu məfhumda işlənir. Bu məfhumda işləndiyi üçün insanların zehni muhacirə mənfidir. Yenə nəcatpərəstlik var bunda. Əslən kəlməyi mən bir neçə cəlsədə sizə demişəm, xəbərnigarın, xüsusən Azərbaycan xəbərnigarının işi çox çətindir. Niyə? Çünki Azərbaycan xəbərnigarı gərək İranda olan tək kəlmələri ki, bu cümlədə görsədəcəm biləcək, gərək bunları dana və dana mənasını götürə içinə məna vura, ya da bunların yerinə ayrı kəlmə yarada. Məsələn, mən jurnalistlik deyirəm, ya yazarçılıq deyirəm. Yazarçılıq deyəndə o məfhum için nevisəndəcilikdə və nevisəndədə var, ya ruznaməçilikdə var, o yoxdur. Çünki o kəlmə doludur sansurla, nəcatpərəstliklə, mənfi anlamlarına, ruznamənigari və nevisəndəci İranda. Hətta ustadı danışgah İranda olmaq bu mənadadır ki, bu adam soyuqdur, cüşəlidir, qaranlıqdır, kin-küdurətlidir və sükunludur. Çünki İran danışgahlarından hərəkət görməsiniz. İran danışgahında Riza Palani'dən bu günə qədər bir dənə nəzəriyyə çıxmayıbdır. İran tarixində, İran danışgahlarından, dünyanın, hətta Çindən çox danışgah var İranın indi, tamami kin-küdurət, nifrət, nəcatpərəstlik İran danışgahlarında teorize olur, çıxır eşiyə. Çünki üstündədir. İran danışgahı dünyanı qaranlıq görür, tamami bu dünya ilə İran savaşır ha. Qərb ilə, müsəlmanlarla, Yahudilərlə, Türklərlə, Ərəblərlə, hər yerlə ki savaşır, düşmənlikdadır. Bunun qaranlıq görsədən insanlar, teorize insanlar danışgahlarda olan ustadlardılar. İran danışgahları cüşəlidir. Yəni, hərəkət vermək İran danışgahları çox çətindir. Necə bir maşını rahat itələyə bilərsiniz. Amma bir dənə yaxcəli qoyub yerə itələmək çox zordur. Bir maşın ki 5 ton vəzni var, onu rahatca 2 nəfər, 3 nəfər itələyə bilər. Amma bir dənə yaxcəli yıxasınız eni boyuna, yerinə, içinə də bir 100 kilo vəsail qoyasınız, onu itələmək Həzrəti Filin işidir. İran danışgahları çox soyuqdur. Çünki orada hər şeydə həyat iki şeyə bağlıdır. Əslisi nur və işıqdır, ikincisi sudur. İran danışgahları soyuqdur. Çünki orada nur və isti, yaradıcılıq yoxdur. Yaradıcılıq olmadığı üçün sükunu var orada. Tamam. Pəs, bu da məfhum. İndi biz bunlardan anladıq ki, biz bir dənə cümləni oxuyanda
o yazarın, o yazıcının, Ruznamenigarın ya o jurnalistin düşüncəsinə diqqət eləyəcəyik. O düşüncəni kəlmələri bir-birinin dibinə qurmaqla məni verir. İndi mən icazənizlə istəyirəm gələn buradan bu cümləni oxuyaq, bərabər bunu nəqd eləyək, sonra gedək, görək nə edirik da, idamə veririk ya qalırıq. Sərzemin tarixi Azərbaycan müsbətdir. Həm sərzemin müsbətdir, çünki istidir, vətən. Yumurudur, ışıqdır, eşqdir və hərəkətdir. Sərzəmində soyuqluq yoxdur. Qoyun bunları yenə yazmaya qalsın yerində. Soyuq deyil, sərzəmin cuşəli deyil, sərzəmin qaranlıq deyil. Baxın, sərzəmin deyəndə Azərbaycan dörd cuşə deyil. Hər məmləkəti desəz, heç birisi dörd cuşə deyil. O məmləkətləri ki, istimar yaradıbdır Afrikada ya Amerikada, hətta xud Amerika, İyalat-ı Müttəhidiyyə Amerika, cuşədir. Ona ilə baxanda deyirlər, bunu düşmən yaradıbdır, bunu bir nəfər yaradıbdır. Təbii deyil, insanların təbii yaşam yurtları deyil. Azərbaycan, Kürdistan, Farsistan, Lorestan, Ərəbistan, Bəluçistan, Türkmen Səhra, bunlar insanların yaşayış mühitinin cizgisi ola bilər. Onun üçün yaşayış mürəbbə deyil. Yaşayış hərəkətlidir. Çox aram və münhəllidir. Yəni yaşayış baxın beləsi deyil. Yaşayış çox beləsidir. Əlbəttə bəzən görürsünüz savaş var vəsətdə. Bu şükür olsun, daha əslən silmədi genə. Tamam, cümləmizi qeydək. Bunları sonra mən baxaram. Sərzəmin genində bunlardandır, dedik, müsbətdir, tarixi. Bu müsbət oldu, Azərbaycan özü müsbətdir, türklər müsbətdir, buracan. Amma mühacir kəlməsi mənfidir. Tamami cümləni bu neylədi? Mənfi elədi. Tamami cümlə ha, kolli cümlə mənfi oldu. Çünki bu kəlmə mənfidir, cümləni mənfi elədi. Sərzemin tarixi Azərbaycan, Türkha muhacir hastند. Azərbaycanın tarixi topraklarında Türklər muhacir. Ədəbiyyatında budur. İndi bunun üçün biz deyirik ki, Türk ədəbiyyatı, biz yazarlarımız ya ruznamenigarlarımız gərək farsı yazanda ya türkü yazanda, əgər fars kəlmələri gətirirlər ya, bilirsiniz, məsələn, bunu ki yazmışıq, bunun bir çoxu şeydir əslində, ərəbcədir. Sərzəmin sözünü çıxsaq, bir də həstəndi çıxsaq, qalanı demək olar ki, ərəbcədir. Farsca deyil. Siz hangi cümləni qoysanız qabağınıza baxsanız, onun içində görərsiniz ki, tarix farsca deyil, Azərbaycan farsca deyil, zıdan əslən bəllidir, Azərbaycan farsca deyil, türk kəlmədir, əslən farsca deyil, mühacir ərəbcədir, həstənd farsıdır, dər farsıdır. Sərzəmin. İndi bu cümlə tamami, bu söz, mühacir sözü cümləyə qoyuram. Mühacir sözü bu cümlənin hamısın soyuq, cuşəli, qaranlıq, kin-kudurətli, sükunlu və duraq elədi. Bunun anlamı nədir? Bunun anlamı budur ki, bu cümlədə oxuyanlara mənfi bir şey ilqa elədi. Təlqin elədi. İnsanlar bilə bilməyə bir dana propaganda və təbliğata qaldılar. İndi əgər bir dana yazının 100 dana cümləsi olsa və bunların hamısında hər cümlə bir məfhum ilqa elir də bilirsiniz. Hər məfhum və hər kəlmə ki
özü bir məfhumları ilqa edir. Hər cümlədə bir məfhumları ilqa edir. Bunun sonunda siz 100 cümlənin axırında 100 dona propagandanın qurban olursunuz. Biz Azərbaycanlılar istəyək farsi kəlmələrdən ya ərəbcə kəlmələrdən ki farsılaşıblar, yəni farslar işlədiblər, deyirlər bizim dilimizdə, amma bilmirlər ki onların dili deyil, istifadə eləyək, gərək onların içindəki anlamları Azərbaycançılıq ya türkçülük anlamları ilə dolduraq, bu anlamları onlardan alaq. Yəni mənfi anlamları kəlmələrdən almasaq, biz Azərbaycançılıq yaradanmarıq. Azərbaycançılıq yaratmaq üçün gərək tamami kəlmələrimizi çevirək bu tərəfə. Əlbəttə, bəzi kəlmələrimiz, məsələn, düşmən. Düşmən sözü istər-istəməz kin, küdurətdir, qaranlıqdır. Düşmən, Türkçə, düşman, düşmən bu silsaq olacaqdır farsça. Düşmən sözü, Türkçə düşmən deyirik, düşmən sözü tamamen qaranlıqdır, tamamen mənfidir. Mən indi hangi məqaləni qoysaq qabağımıza bu cür soxsaq, görəcəksiniz ki, Türk mətbuatı, şeiri, ədəbiyyatı, dastanı, romanı başdan ayağa dərsi kitabları əvvəli ibtidaidən. Məsələn, bir dəqiqə mən görüm, eləyəbilsəm sizə bir buranı silin, bir dənə misal əvvəli ibtidaidən yazın. Ta görək ki, əvvəli ibtidaidə bizim zehnimizlə nə oynayıblar, biz hara gəlmişik. Əvvəli ibtidaidə əgər yadınıza gəlsə, bizi dərs verəndə kitabları ki bizə vermişdilər, onlarda məhfum, əvvəldə bir əksilər var. Pişikdir, çıxır ağaca. Məsələ. Ya baba nan dad. Ya baba abdad. Bu bir dana ziddi, reysist kəlmə cümlədir. Diqqət buyurun. Baba istidir, yumurta işıqdır, eşqdir, məhəbbətdir. İndi cümlədə də baxsınız, baba çörək verir. Baba eşqi verir də. Nan bunun eşq əlaməti əslən. Nan özünə də baxsınız, yenə bunların hamısıdır. Burada yoxdur. Dada da baxsınız, yenə hamısı müsbətdir, bu deyil. Amma cümləyə baxın, reysistliğe baxın. Kimin babası evdə çörək bişirir, aşpəzlik elər, uşaqlar mədrəsədən gəlsin, əri işdən gəlsin, ona çörək versin. Nənə? Normal budur ki, bu cümlədə nənəni inkar edir. Bir şəxsiyyəti benamin nənə və arvad bu camiədə inkar olur. Rəqşi, yeri. Yəni bu bir dənə ziddir. Buna deyirlər ki, indi bu şeydə deyirlər ki, seksistidir. Yəni arvad cinsin görməməkdir. Onu həsf eləməkdir. Ne İran ədəbiyyatında arvad gərək görünməyə. Arvad işləməyə, arvad eşiyə çıxmaya, arvad gərək öz cəmin qabağında görsənməyə. Görsənsə də çox hicablı, örtülü filanlı. O beləsi gəlir ədəbiyyatda görsənir. Baba nandad. Baba aşpəzlıq edir, qəza verir uşaqlara. Nənə yox. Çünki əgər yazsa madər nandad, madərə gərək bir əhs qoya orada. Madərə gərək iqtisadda, camiədə, hüquqda, qanunda, idarədə yer verər. Amma istəmir yer verər. İstər inkar edir. Nənəni silə. Nənə? Yox. Nənəni sildik yerinə baba yox. Baxsaydı, mən fəqət istədim ki, deyəm o cürsü. Yəni, camiədə silir, yəni yoxsa. İndi
Bu gəlir ruznamenigarədə və nevisəndikdə və ustad danışıqda nə olur? Əvəzin ki, ola işıq sala hərəkət edir. Ağa, bu nəcatpərəstlidir. Gəlir bunu teorizə edir. Yox, xanımlar elədilər, belədilər, olmaz. Mən fikirdən bu qədər teorik bəhs çox ağır oldu. Umaram ki, fayda aparmış olasınız. Amma buradan elə ərz eləyim xidmətinizə eləyə bilirik bundan bu üzə nəcatpərəstliyi hər cümlədə görək və görək ki, orada var ya yox. Cümlələrimizi yazanda diqqət eləyək. Azərbaycançı bir jurnalist ya yazarçı gərək bu məfhumları, müsbət məfhumları işlədə, soyuq məfhumları biləharda işlədəcək. Çünki vaqiyyət budur, bizim bir mübarizədir yox. Bu mübarizənin bir tərəfi müsbətdir, bir tərəfi mənfidir. Biz gərək başaraq ki, bu müsbətləri və bu mənfiləri yerində işlədək. Da eləyə bilək ki, fayda götürək. Təşəkkür edirəm bu qismətdə oldunuz. Əgər halınız olsa və istəsəz gələsiz, 1-2 dəqiqədən bu videonu bağlayayım. 1-2 dəqiqədən sonra əməli videonu açaq və orada 1-2 titri danışaq. Sağ olun, görüşmək üzrə.